Salam. Hər vaxtınız xeyirli olsun istək tamaşaçılar. Sağlıq olsun növbəti buraxılışı efirdədir. Diqqətiniz bizdə olsun, bizdə olsun. Ona görə ki, bugün də biz sizə sağlamlığın sirlərinin açarını təqdim edəcəyik. Və həmişə olduğu kimi verilişimizə başlamamışdan əvvəl bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz Sağlıq olsun proqramına Modern Hospitalın sponsor ilə baxırsınız. Modern Hospitalda fəaliyyət göstərən Modern Laboratoriya öz analizlərinin göstəricilərinin dəqiqliyinə görə Azərbaycanda nömrə 1-dir. Əgər sizin səhhətinizdə hər hansı bir problem varsa və bu problemin dəqiqləşdirməyindən ötürü hər hansı bir laboratoriya müayinəyə ehtiyac varsa, heç bir tərəddüd etmədən Modern Laboratoriyanın göstəricilərindən istifadə edə bilərsiniz. Modern Hospital özəl xəstəxanası tibbin ən yeni nailiyyətləri ilə xalqımızın xidmətindədir. Dünya standartlarına cavab verən hər növ müasir avadanlıqlar, bütün növ müayinə və müalicələr, laborator təhlillər, təcili tibbi yardım, təbabətin modern ünvanı Modern Hospital. Verilişin sponsoru Nutrilon 3 uşaq qidalarıdır. Avropanın bir nömrəli uşaq qidaları istehsalçısı olan Nutrisa şirkətinin sizə təqdim etdiyi Nutrilon 3 uşaq qidaları sizin körpənizin sağlamlığına 100% zəmanət verir. Əgər körpənizin 100% sağlam olmağını istəyirsinizsə, Nutrilon 3 uşaq qidalarından istifadə edin. Nutrilon 3, körpənizin aybaay sağlam inkişafı. Hörmətli tamaşaçılar, verilişimizin növbəti bölümünə keçid alırıq. Yəqin ki, Memorial xəstəxananın, İstanbulda fəaliyyət göstərən Memorial xəstəxanalar qrupunun nailiyyətləri, oranın həkimlərinin iş fəaliyyəti artıq sizə tanışdır. Çünki artıq biz bir neçə həftədir ki, bu barədə müxtəlif sahələr üzrə söhbət açırıq. Bugün də mövzumuzun bu bölümüdür. Təbii ki, studiyamızın qonağı var və mən böyük məmnuniyyətlə studiyamızın bugünkü qonağını sizə təqdim etmək istəyirəm. Studiyamızın bugünkü qonağı İstanbulun Memorial xəstəxanasının uroloji professoru, yəni urologiya şöbəsinin professoru cərrah Dərya Balbaydır. Dərya bəy, studiyamıza xoş gəlmişsiniz. Xoş bulduq. Bugün biz sidik kisəsinin və prostat vəzninin şişləri, xərçəngləri, bunun müasir yollarla müalicəsi barəsində söhbət açacağıq. Dərya bəy, ilk olaraq mən istərdim bir tamaşaçılarımıza məlumat verək. Ümumiyyətlə, sidik kisəsinin şişləri, eləcə də prostat vəzninin şişləri əhali arasında nə qədər rast gəlinir? Şöyle söyleyeyim, Türkiye'de prostat bezinin kanserleri dünyanın diğer gelişmiş ülkelerinde olduğu gibi çok sık görülüyor. Amerika Birleşik Devletleri'nde, Avrupa'da, İskandinav ülkelerinde baktığımızda hastanın 50 yaşın üzerinde olması durumunda en sık görülen kanser türü prostat kanseridir. En çok öldüren ikinci kanser olmakla birlikte en sık görülen kanser prostat kanseridir. Türkiye'de de benzer bir durum var. Bizde de hasta yaşıyla bağlantılı olarak hasta yaşı ilerledikçe prostat kanseri çok sık görülmekte. Öyle ki 80'li yaşlara ulaştığında hasta hemen hemen 3 kişinin ikisinde prostat kanseri görülebiliyor. Tabii prostat kanseri görüldüğü zaman bizim için çok önemli olan bir nokta, bunun tedavi edilebilir bir durumda, bir dönemde tespit edilmesi gerekiyor. Bunun için de yine dünyanın gelişmiş ülkelerinde yapıldığı gibi Türkiye'de de hastanın hiçbir şikayeti olmaması durumunda dahi 50 yaşını geçtikten sonra mutlaka bir ürolog tarafından görülmesi, muayene edilmesi, gerekli tahlillerin istenmesi gerekiyor. Yoksa çok iyi bilindiği gibi prostat kanseri ilk başladığında hiçbir şikayet vermeden, hiçbir belirti vermeden başlıyor. Gerçekten hekimlik sanatında da bu dönemde yakalamak esas olandır. Yani prostat kanseri vücuda yayıldıktan sonra yakaladığımızda yapacağımız şeyler daha kısıtlı, daha sınırlı. Ama prostat bezinin dışına çıkmadan yakalayabiliyorsak bu hastalıkları tamamen tedavi edebiliyoruz. Hocam, bu prostat vəzninin kanserləri yəqin ki, sidik kisəsinin şişlərindən daha tez-tez rast gəlir, Evet. elə mi? Sidik kesesi için şöyle söyleyebiliriz. Prostat kanseri en sık görülmekle birlikte sidik kesesi kanserleri de oldukça sık görülüyor. Hele hele Türkiye'nin yapısında düşünecek olursak sigara çok içen insanlarda daha çok görülüyor. Türkiye'de de çok sigara içildiği için sidik kesesi kanserleri
Batı ülkelerinden daha fazla görülüyor. Avrupa'dan veya Amerika'dan daha fazla görülüyor. Öyle ki erkeklerde sidik kesesi kanserleri daha çok görülür kadınlara göre. Ama günümüzde artık kadınlar da çok sigara içtiği için bunlarda da sidik kesesi kanserlerini daha sık görüyoruz. Görülməli. Deyirsiniz ki, bəzi hallarda heç bir şikayət vermədən yaranır. Evet. Amma şikayət verdiği halda hansı şikayətlər var? Evet. Sidik kesesi kanserleri için söyleyecek olursak hastaların bize en sık gelme sebepleri, şikayetleri idrarda kan görmeleridir. Kırmızı renkli idrar sidik yaptıkları zaman üroloğa mutlaka müracaat etmeleri gerekir. Ve bu durumda da bizim ilk defa kanser olmadığını araştırmamız gerekir. Tabii insanların aklında yanlış kalmaması gerekiyor. İlla ki sidikte kan görüldüğü zaman bu sidik kesesi kanseri anlamına gelmez. Taş hastalıkları, böbrek hastalıkları veya başka kanserlerde, başka hastalıklar da sidikten kan gelmesine neden olabilir. Ama ürolog olarak bizim görevimiz sidikte kan gördüğümüz zaman mutlaka bunun kanser olmadığını araştırmak, ortaya koymaktır. Prostat için söyleyecek olursak, prostat kanserinin hiçbir belirtisi yoktur erken dönemde. İleri dönemde geldiği zaman prostat kanseri kemikleri atladığı için, yayıldığı için kemik ağrılarıyla en çok da omurga kemiklerine, leğen kemiklerine, bel kemiklerine atladığı için de bu bölgelerde sırt ağrısı, bel ağrısı, bacak ağrısı tarzında karşımıza çıkabilir. Ama bu dediğim şekilde tekrar söylüyorum, prostat kanserinin ilerlemiş döneminde ortaya çıkan şikayetlerdir. Prostatın büyümesine sebep olursa veya prostatın kötü huylu olmayan urlarıyla beraber görülürse o zaman sidik çıkarmadaki zorluklarla hasta bize gelebilir. Ama doktorlar bunun ayrımını yapabilirler. Dərya bəy, bax, qeyd etdik ki, prostat vəzninin xərçəngləri çox vaxt, yəni gecikmiş dönəmdə uzaq metastazlar, yəni sümüklərə, ağciyərə metastaz verdiyi halda sümük ağrıları ilə həkimə müraciət edir. Bax, elə istərdim, bax, bu mövzuya aydınlıq gətirək. Bəzən insanlar düşünür ki, artıq metastaz varsa, heç bir müalicənin effekti yoxdur. Əməliyyat eləməyə ehtiyac yoxdur. Burada bir şüva tədavisi, işin tədavisi, yəni olabilir, söz konusu olabilir. Bax, buna ne diyebilirsiniz? Tabii ki öyle bir şey doğru değil. Metastazlarla da gelse bu hastalarımızın tedavilerini yapıyoruz. İlaç tedavisi verebiliyoruz. Söylediğiniz gibi radyoaktif ışın şua tedavileri verebiliyoruz. Ama şunu mutlaka aklımızda tutmamız gerekiyor. Herhangi bir kemiğe yayılmadan sadece prostattayken gelirse onun tedavisi çok daha kolay, çok daha başarılı. Yani bu xəstələrə müalicə olarak ne addım atılır? Əməliyyat yəqin ki. Evet. Eğer prostatın dışına sıçramamışsa, lenf bezlerine ya da kemiklerine sıçramamışsa o zaman en güzel tedavi ameliyat tedavisi. Tabii ki ameliyat için de bazı şartların olması lazım. Mesela hasta 80-85 yaşındaysa ona ameliyat yapmıyoruz. Hastanın kalp hastalığı varsa, ağırsa durumu, uzun süre yaşamasını tahmin etmiyorsak ona da ameliyat yapmıyoruz. Ama bizim için genel olarak şöyle söyleyebiliriz. 75 yaşından daha genç, hayat beklentisi 10 yıldan daha uzun olan, ameliyatı kaldırabilecek kalp hastalığı, şeker hastalığı, akciğer hastalığı gibi hastalıkları olmayan, ameliyatı kaldırabilecek hastalara prostat kanseri varsa en güzel tedavi ameliyat tedavisidir. Bu əməliyyatlar, tutalım ki, prostat vəzinin xərçəngi aşkar olundu, ətrafa sıçramayıb, yəni metastazı yoxdur. Birbaşa vəzin özündədir. Bu halda əməliyyatdan sonra yaşam sürəsi nə qədərdir? Bir də əgər metastazlar verərsə yaşam sürəsi nə qədər? Təbii ki, ortalama demək istəyirəm. Tabii ki. Eğer prostat kanseri bezin dışına çıkmamışsa ve ameliyatla tedavi ettiğimizde de herhangi bir yere sıçramamışsa, lenflerine sıçramamışsa bunun normal hayatını değiştirmez. Bir insan ne kadar yaşayacaksa o kadar yaşar. 80 yaşına mı, 90 yaşına mı ne kadar yaşayacaksa yaşar. Ama kemiklere sıçramışsa bu durumda kanserin kötülük derecesi önemli. Her prostat kanseri de aynı değil. Bazı kanserler daha iyi, daha yavaş seyredebiliyor. Bu hastalar daha uzun süre yaşıyor. 10 senede yaşayabiliyorlar. Ama bazı kanserler çok hızla seyredebiliyor. Kemikleri tuttuktan sonra çok hızla ilerleyebiliyor. Bu durumda birkaç senede yaşayabilirler. Yani bu sadece kanserin nereye sıçradığıyla ilgili değil,
kanserin aynı zamanda ne kadar kötü olduğuyla da ilgili bir şey. Siz cərrahsınız. Evet. Əvvəllər 10 illərlə artırdı. İndi hər il yeni metodika inkişaf edib. Əvvəllər Evet. açıq əməliyyat var idi, sonra endoskopik əməliyyat vardı. Bugün robot cərrahiyyəsi var. Evet. Və bax, mən istərdim bu mövzu ətrafında danışaq. Bildiyimə görə siz memorial xəstəxanada tək deyil, eləcə də dünyada sayılı robot cərrahlarından birisiniz. Evet. Robot cərrahiyyəsinin bu əməliyyatları icra etməkdə, xüsusilə bu iki orqanın xərçənglərində açıq və yaxud endoskopik əməliyyatdan bir üstünlüyü və yaxud çatmayan bir tərəfi varmı? Evet, çok güzel soru. Çok teşekkür ederim. Öncelikle isterseniz şunu söyleyeyim. Dünyanın gelişmiş ülkelerinde, Amerika Birleşik Devletleri'nde, Avrupa'da ya da Türkiye gibi dünyadaki çok gelişmiş ülkelerde artık prostat kanseri veya sidik kesesi kanserleri veya böbrek kanserleri, hani ben kendi branşımla ilgili konuşacak olursam, ürolojik hastalıkların çoğu robotik cerrahi ile yapılmakta. Mesela Amerika ile ilgili bir istatistik verebiliriz. Amerika'da prostat kanseri sebebiyle ameliyat olan hastaların %80'inden fazlası robotik cerrahi ile ameliyat oluyor. Avrupa'da da durum böyle. Değişiyor. Şimdi robotik cerrahinin öncelikle üstünlüğünü söylemeden önce izin verirseniz açık cerrahiden çok kısaca bahsedelim. Açık cerrahi nasıl yapıyoruz? Hastanın belli bir büyüklükte kesi yapıyoruz vücudunda. Eğer prostat kanseri yapacaksak göbeğinin altından bir kesi yapıyoruz. Bu kesiden sonra kasları, tabakaları geçerek prostata ulaşıyoruz. Prostatın önündeki damarları bağlıyoruz, kesiyoruz. Prostatı çıkartıp tekrar sidik kesesiyle idrar kanalını birbirine dikiyoruz. Bu çok kanamalı bir ameliyat olabilir. Bazen birkaç litre kanayabilir hasta ameliyat esnasında. Ve büyük bir kesiyle yapılıyor. Ve cerrah hastanın uzağında kalıyor. Yani hastaya uzaktan bakıyor. Tabii ki ellerini kullanabiliyor. Ve aydınlatma, bütün bunların hepsi dokuların güzel görünüp ayrılmasını sağlaması gerekiyor. Robotik cerrahide ise şöyle düşünelim. Sanki cerrahın gözü ameliyat edeceği yere çok yakın 1-2 milimetre uzağına kadar gelip oradan görüyor. Cerrahın elleri titremiyor. 3 boyutlu olarak görüyor. Hiç kesi yapmadan çok küçük deliklerle ameliyatı yapabiliyoruz, birkaç tane delikten. Ve bu ameliyatlarda hiç kanama olmuyor. Bunların hepsi bir üstünlük. Tabii ki en büyük üstünlüğü prostatın etrafındaki sağlam dokuları çok güzel koruyabiliyoruz. Bunların çok büyük önemi var. Çünkü prostatın etrafından sizin de çok iyi bildiğiniz gibi 2 tane sinir geçiyor. Bu sinirler erkeklerdeki cinsel fonksiyonlar için çok önemli. Elektrik taşıyan sinirler. Açık ameliyatlarda prostatın kanserini çıkartırken bu sinirlerin çok iyi korunması gerekir. Bu sinirler zedelenirse erkekler daha sonra cinsel fonksiyon güçlüğü yaşayabiliyorlar. Veya yine prostat sidik tutmaya yarayan kasların üzerine oturmuştur. Bu kasları çok güzel ayırt etmemiz gerekir. Bu kasları eğer tahrip edersek, zarar verirsek ameliyat esnasında o zaman kişiler ameliyattan sonra sidik tutma zorluğu yaşayabilirler. İşte robotik cerrahinin en büyük üstünlüklerinden birisi bu prostatın iki tarafından geçen sinirleri çok güzel bize gösterebiliyorlar. Bunlara çok yakından baktığımız için, büyüterek, 20 kere büyüterek gördüğümüz için ve çok güzel aydınlatmayla gördüğümüz için bu sinirleri zedeleme ihtimalimiz daha düşük. Yine sidik tutmaya yarayan kasları da çok güzel ayırt edebiliyoruz. Onlara zarar vermeden prostattan ayırabiliyoruz. Böylece kanseri çok güzel bir şekilde tedavi ederken vücudun sağlam dokularını veya kalması gereken dokuları da çok sağlam bir şekilde koruyabiliyoruz. Hasta kendi derdinden kurtulmakla birlikte ciddi bir fonksiyon kaybıyla karşı karşıya kalmıyor. İşte bütün bu nedenlerle dünyanın birçok gelişmiş ülkesinde olduğu gibi Türkiye'de de insanlar bu cerrahiye daha çok, her gün daha çok tedavi oluyorlar bu cerrahiyle. Biz danışdığımız bölmə prostat vəzinin xərçənglərində, Evet. istər endoskopik, istər robot cərrahiyyəsi. Sidik kisəsinin cərrahiyyəsində necə? Tabii. Dünyada bu konuda da son yıllarda çok ciddi gelişmeler var. Artık robotu sidik kesesini çıkartıp ince bağırsaklardan yeniden sidik kesesi yapmak için de kullanabiliyoruz. Yani hastayı hiç açmadan, kesi yapmadan sidik kesesini
buradaki kanserlerin yayılma ihtimali olan lenf bezlerini, aort gibi büyük damarların etrafından temizleyebiliyoruz. Yine ince bağırsakların bir kısmını sidik kesesi haline getirip böbrekten gelen sidik kanallarını buna bağlayabiliyoruz. Bu yeni keseyi de normaldeki idrar yollarına, sidik yollarına bağlayıp hasta ameliyattan sonra sadece birkaç tane karnındaki delik izi iyileştikten sonra yine normal hayatını devam ettirebiliyor. Derya bəy, deyirsiniz ki, sidik hissəsinin işlərində sidik hissəsini xəstənin özünün incə bağırsağından düzəldə bilirik. Evet. Bu halda tutalım incə bağırsağı xəstənin özündən qidalandırıcı damarlardan kəstiniz, götürdünüz. Yəqin ki, bağırsaqlar da ucuca anastomoz qoyursunuz və bağırsaqlar da öz fəaliyyətini davam etdirir. Doğru. Bəs bu halda o incə bağırsaqdan sidik hissəsini necə düzəldirsiniz? Çok güzel. İnce bağırsakların yaklaşık 50-60 santimlik bir kısmını ayırıyoruz. İnce bağırsakları tekrar birbirine bağlıyoruz ki kendi işlevlerini, fonksiyonlarını yapsınlar diye. Sonra bu ayırdığımız bağırsak kısmını keserek, kumaş olarak kullanarak tekrar bir küre haline, kese haline getiriyoruz. Ve prostatı, sidik kesesini beraber çıkardıktan sonra sfinkter dediğimiz sidik tutmaya yarayan kasları koruyarak, yine prostatın etrafından geçen cinsel fonksiyonları koruyan, sağlayan sinirleri de koruduktan sonra bağırsaklardan oluşturduğumuz yeni bu sidik kesesini getirip buraya koyuyoruz. Yani hasta sidik kontrol kasları kendine ait. Çünkü bunların kanseri olmaz. Bunlar sağlamdır. Yine prostatın etrafından geçen cinsel fonksiyonları sağlayan sinirler de kendine ait. Onlar hastanın kendi öz yapıları. Anladım. Sadece sidik kesesinin yerine bağırsaktan yaptığımız yeni keseyi koyuyoruz. Burada belə bir mövzu. Normal sidik hissəsi sidiklə dolduğu zaman genəlir və onun divarında reseptorlar oyanır, beyinə siqnal verir və insan tualetə gedir. Doğru. Yəni, iradə olaraq sfinkterlər boşalır və sidik xaricə çıxır. Bəs bu halda necə olur? Çok güzel bir soru. Çok teşekkür ederim bunu sorduğunuz için. Bizim kullandığımız bağırsaklarda da reseptörler var. Normalde çok yemek yediğimiz zaman veya ishal olduğumuz zaman, nasıl gaz olduğu zaman, nasıl gerginlik hissederiz? Bu yeni yaptığımız sidik kesesi de sidikle dolduğu zaman bu gerilmeyi hisseder. Hastalar önce bunu gaz sancısı varmış gibi, bağırsakları geriliyormuş gibi hisseder ve zaman içinde buna alışırlar. Derler ki artık benim sidik kesem doldu, ben gideyim tuvalete gideyim, sidik yapayım. Ama biz ameliyattan sonra hastalara tembih ederiz. Buna alışıncaya kadar her 2 saatte bir mutlaka hissetseniz de hissetmeseniz de tuvalete gidin, sidiğinizi boşaltın. Ama bu zaman içinde hastalar buna alışıyor. Bağırsakların gerilmesi gibi hissediyorlar ve çok uzun süre yaşayabiliyorlar rahatlıkla, hayat kalitelerini değiştirmeden. Əfsuslar olsun ki, verilişimiz sona çatmaq üzrədir. Mən istərdim, bax, verilişimizin sonunda studiyamızın bir qonağı kimi, urologiyada bir profesional cərrah kimi, müasir yeniliklərlə işləyə bilən bir cərrah kimi, bax, bizi izləyən tamaşaçılarımıza ürək sözlərinizi deyəsiniz. Şunu da söylememe izin verirseniz, Memorial Hastanesi İstanbul'da olmakla birlikte Bakü'de de bir ofisimiz vardır. Bizim hastanemizde tedavi olmak isteyen Azerbaycanlı kardeşlerimizin hizmetindeyiz. Onlar bizim ofisimize müracaat ederek her türlü tedavi imkanlarını İstanbul'da alabilirler. Çox sağ olun. Bir daha studiyamıza qonaq gəldiyinizə, təşrif buyurduğunuzda və bu əziyyət çəkərək bizim tamaşaçılarımızın tibbi maariflənmə yönündə daha irəli getməyinə səbəbkar olduğunuza görə sizə həm öz adımdan, eləcə də bizi izləyən tamaşaçılarımız adından minnətdarlıq edirəm. Çox sağ olun. Ben de çok teşekkür ediyorum. Bütün Azerbaycan halkına selamlarımı sunuyorum. Çox sağ olun. Hörmətli tamaşaçılarımız, verilişimizin bu bölümündə sizə sağlam qida rubrikasını təqdim edirik. Diqqətiniz bizdə olsun. Xoş gördük əziz tamaşaçılar. Biz yenə sizinlə sağlam qida rubrikasında görüşürük. Biz keçən verilişimizdə biz sizinlə mədənin rolundan danışdıq həzm sistemində. Bugün isə biz daha çox bağırsaqların, yəni nazik bağırsaqların rolundan danışacağıq. Məlum olduğu kimi mədədən sonra qidanın sorulması prosesi 12 barmaq bağırsaqda davam edir. Yəni o qidalar ki, mədə tərəfindən parçalana bilmir və çatdırıla bilmir, müəyyən qədər mədədə qaldıqdan sonra evakuasiya olunur 12 barmaq bağırsağı və 12 barmaq
bağırsaqda sorulma prosesi davam edir. Məlum olduğu kimi bizim bağırsaqlarımızda lazımlı maddələrdən başqa lazımsız maddələr də olur, yəni özümüzdən asılı olmayaraq. Ona görə də biz həmişə bağırsağımızın mikroflorasını normada saxlamalıyıq. Yəni orada müəyyən bakteriyalar və müəyyən basillalar arasında olan nisbət normada qalmalıdır. Bunun üçün ən əsas düzgün qida rasionunu seçməkdir. Yəni qida rasionumuzda mütləq tutaq ki, ətlə, digər yağla, digər xörəklərlə, kartofla yanaşı meyvələrin də rolu çoxdur. Meyvələr də çox qəbul olunmalıdır. Özdə biraz hardasa kobud deyək meyvələr, yəni kobuddur, yəni çox həddən artıq həlim şəklində qəbul olunmuş qidalar bəzən bağırsaqları tənbəlləşdirir və orada həmin o mikrofloranın əmələ gəlməsinin bir balaca ləngidir. Yəni ki, bizim rəngarəng olmalıdır qidamız və eyni zamanda biz yenə də keçən dəfə qeyd etdiyim kimi mütləq yenə ağartı məhsullarından istifadə etməliyik. Əsasən də nazik bağırsaqda, sorulma proseslərində və qidanın normal paylanmasında qatıq çox böyük rol oynayır. Bu zaman qatığın biz müxtəlif faizlərindən istifadə edə bilərik. Yəni, yağlılıq dərəcəsinə görə ən kiçik faizdən çıxmış, ən yüksək faizə qədər müxtəlif çeşidli qatıqlar var və hər kəs öz çəkisinə, keçdiyi həyat tərzinə, qəbul etdiyi qidanın və yaşına uyğun olaraq mütləq qatıqdan istifadə etməlidir. Qatıq özü həzm prosesində, xüsusən də bakteriyaların paylaşması prosesində çox gözəl, çox böyük rol oynayır. Ona görə də mən yenə də öz məsləyimə sadiq qalaraq sizə qidanızın tərkibində mütləq ağartı məhsullarının olmasını məsləhət görürəm. Sağlamlığın əsas şərti düzgün qidalanmaqdır. Bəyaz südün təqdim etdiyi növbədöv çeşidli süd məmulatları, xama, qatıq, meyvəli kəsmiklər, qaymaq, ayran, kərə yağı, doğa, şor və digər məhsullar keyfiyyəti ilə fərqlənib sağlamlığa zəmanət verir. Bəyaz süd səhhətinizi qoruyan sağlam qida. Hörmətli tamaşaçılar, verilişimizin növbəti bölümünə keçid alırıq. Çəkiliş qrupumuz Bakıda fəaliyyət göstərən özəl klinikalardan biri olan Ankara Medical Center'dan sujet hazırlayıb. Söhbətin nədən getməyini bilmək istəyirsinizsə, ekranlara yaxın əyləşin. Diz oynağı artrozlar içərisində özünə məxsus xüsusi bir yer tutur. Artrozlar dedikdə xalq arasında duzlaşma adilə tanınan bir xəstəlikdən danışırıq. Artroz xəstəliyi olduqda, diz oynağında problem olduqda bu xəstələr ciddi bir diskomfort yaşayırlar. Davamlı ağrılar, hərəkət məhdudluğu, həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur və gündəlik ehtiyacların normal şəkildə ödənməsinə mane olur. Diz oynağı artrozlarının müayinəsi üçün hazırda əlimizdə kifayət qədər ciddi müasir üsullar vardır. Bu üsullar sırasında təbii ki, rentgen müayinəsi, bir sıra laborator müayinələr və s. misal göstərmək olar. Ancaq bugün xüsusən mən ultrases müayinəsi haqqında danışmaq istəyərdim. Nədən ultrases müayinəsi? Çünki diz oynağı artrozlarının dəyərləndirilməsi üçün dizə bütövlükdə bir sistem kimi baxılması lazımdır. Burada nəinki sümüklərin, həm də oynaq səthlərinin, qığırdağın, sinovial qişanın, damarların, keçən sinirlərin, kisələrin və s.'nin birlikdə kompleks olaraq dəyərləndirilməsi vacibdir. Məhz belə bir dəyərləndirilməni ultrases müayinəsi vasitəsilə aparmaq olar. Hal-hazırda dünyada, Avropada, Amerikada oynaqların ultrases müayinəsinə çox böyük üstünlük verilir. Bu nədən irəli gəlir? Çünki ultrases müayinəsi ilə aparılan müayinələr xəstələr üçün bir neçə baxımdan çox əlverişlidir. Əvvəla bu ekonomik olaraq əlverişli bir şəkildə həyata keçirilir. İkincisi, xəstələrə heç bir ziyanı yoxdur, heç bir şualanma riski yoxdur. Bu müayinədən qocalar, uşaqlar, hamilələr heç bir risk olmadan istifadə edə bilərlər. Müayinəni təkrar eləmək imkanlarımız var. Çünki digər üsullarla bu mümkün olmur. Buradakı risklər və s. imkan vermir. Bu
müayinələri davamlı aparmağa, müayinəni dinamik olaraq aparmaq mümkündür. Yəni oynaq hərəkətli bir sistemdir və bunun hərəkətdə olarkən müayinə olunmasına ehtiyac var ki, bu da yalnız ultrasəs müayinəsi vasitəsilə mümkündür və müayinə apararkən yumuşaq strukturların yetərincə dəyərləndirilməsi lazımdır ki, bunun da ultrasəs müayinəsi vasitəsilə aparılması mümkündür. Bu günləri biz bu müayinələri olduqca müasir olan Volison 6 cihazlarında həyata keçirdik. Bu cihazlar oynağın fərqli strukturlarına, fərqli rejimlərdə baxmağa imkan verir və bu rejimlərdə çalışaraq biz ayrı-ayrı strukturlar haqqında yetərli məlumat alırıq. Hal-hazırda burada uzanan xəstəmiz sağ diz oynağında olan iç səhətində, medialda olan ağrılardan şikayət edir. Bu ağrılar bildiyimiz kimi artroz xəstəliyində olduqca yayılmış ağrılardır və xüsusən oynaqda yük medial hissəyə düşdükdən ağrı aşağı medial tərəfdən başlayır və ağrılar adətən səhərlər qalxanda ilk start ağrı olaraq başlayır, sonra bir qədər yeridikdən sonra isə mexaniki ağrılar olaraq ağrılar davam eləməyə başlayır. Bu xəstələrin oynaqlarında şişkinlik, deformasiya nəzərə çarpır. Bunlar qısa müddət yeridikdən sonra artıq yerimələri mümkün olmur. Piləkən çıxıb düşməkdən çox əziyyət çəkirlər və yetdikcə yaşa dolduqda isə artıq oynaq məsafəsinin daralması, oynaqda qeyd etdiyimiz həmin bu duzlaşma prosesinin, osteofitlərin artması, subkondral sümükdə baş verən dəyişikliklər, yerli ikincili iltihabi proseslərin qoşulması nəticəsində hərəkət getdikcə daha da ağırlaşır, ağrılar daha da şiddətlənmiş olur və təbii ki, həyat keyfiyyəti kəskin şəkildə aşağı düşmüş olur. Və bu zaman nə etmək lazımdır? Əlbəttə ki, bütün xəstələrdə, bütün xəstəliklərin müalicəsi zamanı düzgün diaqnozun qoyulması nə qədər vacibdirsə, bu diaqnozun vaxtında qoyulması da bir o qədər daha vacibdir. Ona görə erkən həkimə müraciət etmək lazımdır, uyğun müayinələrdən keçmək lazımdır və bugün əlimizdə kifayət qədər həm müalicəvi, həm profilaktik imkanlar vardır ki, diz oynağı ağrılarının baş verməməsi və yaxud baş vermiş ağrıların qısa bir zamanda xəfifləməsi üçün müəyyən proseduraların götürülməsinə və uğurlu nəticələrə nail olurlar. Xəstədə hal-hazırda biz diz oynağının ultrasəslə müayinəsinə başlayacağıq. Bir qədər xahiş edirik. Bu müayinə xüsusi rejimlərdə, xüsusi probalar tərəfindən aparılır. Və müayinə zamanı biz oynağın bütün strukturlarını dəyərləndirmə imkanı əldə edirik. İlk öncə suprapatellar resesin dəyərləndirilməsi, oynağın stabilliyində əhəmiyyətli rol oynayan vətərlərin, bağların dəyərləndirilməsi, oynaq mayesinin miqdarının dəyərləndirilməsi çox vacibdir. Əgər bağlar və vətərlər stabillik və hərəkətin təminatsızdırlarsa, oynaq mayesi də oynaq daxili sürtünmə proseslərini, amortisasiya proseslərini normallaşdırır, eyni zamanda oynaq qığırdağının qidalanmasını təmin edir. Bu baxımdan biz burada əgər mayenin miqdarının azaldığını müşahidə ediriksə, o zaman təbii ki, oynaq mayesinin oynaq daxili köçürülməsi tövsiyə oluna bilər pasiyentə. Menisklərin dəyərləndirilməsi ultrasəs müayinəsi vasitəsilə çox yüksək səviyyədə aparılır. Bu zaman biz menisklərin ön və arxa buynuzunda olan həm degenerativ distrofik prosesləri, həm xırda ölçülü ola biləcək yırtıqları fiksə edə bilirik və uyğun məsləhətlər verə bilirik. Oynaqda olan patoloji müayini fiksə etmək baxımından ultrasəs müayinəsi əvəz edilməzdir. Bu patoloji müayinə fiksə olunur və yeri gəlmişkən qeyd edeyim ki, həm də müalicə prosedurlarının da bu müayinə üsulu altında aparılması, ultrasəs altında aparılması çox effektivdir. Çünki biz uyğun boşluqlara ultrasəs altında daha dəqiq şəkildə kənar toxumaları zədələmədən düşə bilirik və müayini punksiya edərək, çəkərək oynaq daxilindən lokal olaraq dəqiqləşdirdiyimiz nahiyə dərman maddələrini yeridə bilirik ki, bu da həm dərmanın effektivliyini, həm yan təsirlərin mümkün qədər olmamasına gətirib çıxardır və əlbəttə ki, xəstə qısa müddətdə
ambulator olaraq, ağrısız olaraq, əməliyyatsız olaraq müalicəsini alıb evə getmiş olur. Qığırdaqların dəyərləndirilməsi üçün ultrasəs müayinəsi çox əhəmiyyətlidir. Çünki məhz yeganə üsuldur ki, bu müayinə üsulu ilə biz qığırdaqların səthinin dəyərləndirə bilirik, qığırdaq qalınlığını dəyərləndirə bilirik, burada gedən degenerativ, destruktiv prosesləri qiymətləndirə bilirik və bu da xəstəliyin müalicəsi üçün, sonraki məsləhətlər və təyinatlar üçün çox əhəmiyyətli rol oynayır. Hal-hazırda suprapatellar reses müayinə olunur. Burada biz quadriceps tendonun exogenliyinə, qalınlığına diqqət yetiririk, tendon bütövlüyünə diqqət yetiririk. Suprapatellar resesin ölçüləri, burada olan maye, onun tərkibi, exogenliyi, heterogen və ya homogen olması, sinovial qişanın hipertrofik şəkildə olması çox böyük əhəmiyyət daşıyır. Sinovial qişada olan hipertrofiya artıq oynaqda başlayan iltihabın ilkin göstəricilərindəndir. Ultrasəs müayinəsi bu prosesi dəyərləndirmək üçün çox qiymətli bir müayinə üsulu sayılır. Hipertrofik proses müşahidə olunarkən buradakı iltihab əlamətlərini daha aydın şəkildə fiksə etmək məqsədi ilə Doppler rejimdə sinovial bölgənin qidalanmasını biz dəyərləndirə bilirik. Sinovial qişanın daha doğrusu qanlanmasını nəzərdən keçirə bilirik. Əgər bu qanlanmada artım müşahidə olunursa, artıq bu lokal ikincili iltihabi proseslərin başlanmasından xəbər verir ki, bunun da müalicə üçün çox böyük əhəmiyyəti vardır. Digər bağların və vətərlərin dəyərləndirilməsi, o cümlədən kollateral bağların, infrapatellar, vətərin, oynaq qığırdağının dəyərləndirilməsi oynaq haqqında daha təkmil bir fikir söyləməyə imkan verir. Dizaltı nahiyədə olan bel keçkisləri xəstələrə adətən çox əziyyət verir. Bu şikayətləri xəstələr daha çox dizaltı nahiyədə diz arxasında ağrılar, dartılma hissi, şişkinlik hissi ilə ifadə edirlər. Ultrasəs müayinəsi ilə yoxlayarkən burada bel keçkislərinin olmasına biz rast gəlirik. Bel keçkisləri sinovial qişanın əmələ gəlmiş hisslərdir. Bunlar adətən sinovial maye ilə dolu olur və daha çox fəsad vermə səbəbləri böyük ölçülərə çatdıqda ətraf toxumalara, sinir və damarlara kompressiya nəticəsində burada problemlər yaratması ilə şərtlənir. Biz belə olduqda ultrasəs altında məhz həmin kistlərə təhlükəsiz şəkildə iynə ilə girə bilirik və kistlərdən möhtəviyyatını boşaldırıq və kist daxilinə boş olan artıq nahiyyə uyğun dərman maddələri vurur və demək olar ki, bu əməliyyatların ultrasəs altında aparılan bu əməliyyat təxminən 15-20 dəqiqə zaman aparır, ancaq xəstə buradan artıq duraraq yeriyə-yeriyə heç bir ağrı, diskomfort olmadan evinə gedə bilir. Yəni bu belə bir müasir üsulun artıq ortada olması bir sıra hallarda xəstələri travmatik əməliyyatlardan belə qurtarmış ola bilir. Bununla yanaşı ultrasəs müayinəsi ilə həm də biz dizaltı nahiyyə baxarkən buradakı təbii ki, damar sinir dəstəsini də qiymətləndirməmiz lazımdır. Çünki bəzən bu regionda baş verən ağrılar heç də təkcə deməli oynağın özü ilə bağlı olmaya bilir. Burada olan damarlarda baş verən patologiyalar, sinirdə baş verən patologiyalarda bir sıra hallarda narahatçılığa səbəb ola bilir. Bu baxımdan digər strukturların da yanaşı olaraq qiymətləndirilməsi olduqca vacib sayılır. Bildiyiniz kimi düzgün diaqnoz müalicənin 50%-ni təşkil edir deyirlər adətən və məhz apardığımız bu müasir müayinə nəticəsində biz düzgün diaqnoz qoymağa nail oluruq. Bundan sonra müalicə proqramları haqqında qərar veririk. Artroz prosesində bir sıra üsullardan istifadə olunur. Bu üsullar sırasında təbii ki, farmakoterapiyanın öz yeri vardır. Ancaq yanaşı olaraq bir sıra fizioterapevtik proseduralarla müalicəyə dəstək verərək kompleks şəkildə müalicənin həyata keçirilməsinə çox böyük ehtiyac vardır. Bu proseduralardan mən ultrasəs terapiyası, maqnit lazer terapiyası, transtermal elektroneyrostimulyasiya, parafin, naftalan və s. adını çəkə bilərəm ki,
bunların da farmakoterapiya ilə birgə tətbiqi olduqca yaxşı effekt verir. Ancaq bununla yanaşı bəzən daha müasir üsullara da müraciət etməyə ehtiyac olur. Belə ki, son illərdə oynaq daxili mayələrin inyeksiyası diz oynağı artrozlarda olduqca effektiv nəticələrə gətirib çıxardır. Oynaq mayelərinin qeyd etdiyimiz kimi əsas 3 funksiyası vardır. Bunlar oynaq daxili sürtünmə proseslərini rahatlaşdırır, oynaq daxili amortisasiyanı yaxşılaşdırır və oynaq qığırdağının qidalanmasına kömək edərək onun gələcək dağılma prosesinin qarşısını almış olur. Biz oynaq mayələrini oynaq daxili ultrasəs cihazı altında təhlükəsiz şəkildə lazımi ünvana yerdiririk. Bu zaman preparatların keyfiyyətindən asılı olaraq onlar 6 aydan 1 ilə qədər oynaq daxilində qalaraq burada gedən degenerativ destruktiv prosesləri ləngidir və yaxud da onun qarşısını alır. Kompleks müayinə və müalicə tədbirləri nəticəsində və xəstəyə verilən məsləhətlər nəticəsində təbii ki, xəstə ilə burada bir haşiyə çıxmaq istəyərdim. Deyirlər, xəstə ilə həkim bir olarsa xəstəliyi yıxar. Xəstə ilə xəstəlik bir olduqda isə həkimin işi çətinə düşür. Əlbəttə, burada xəstənin deyilən tövsiyələrə düzgün əməl etməsi lazımdır. Vaxtında müalicə proseduralarının götürülməsi lazımdır və bununla da onlar diz ağrılarından xilas ola bilirlər və rahat öz normal hərəkətləri ilə həyatlarını davam etdirə bilirlər. Mənim tövsiyəm zamanında şikayətləriniz olduqda mütləq həkim mütəxəssislərə müraciət etməniz, düzgün müayinə və müalicə prosedurları götürmənizdir. Əgər belə bir sıxıntınız olursa, Ankara Medical özünün yüksək səviyyəli mütəxəssisləri və avadanlıqları ilə sizlərin xidmətindədir. Hörmətli tamaşaçılar, bu bölümdə mövzumuz uşaq sağlamlığıdır. Dünən Bakıda Nutrisiya şirkəti elmi-praktiki konfrans keçirib və çəkiliş qrupumuz bu konfransdan sujet hazırlayıb. Diqqətiniz bizdə olsun. Bakıda Avropada bir nömrəli uşaq qidaları istehsalçısı olan Nutrisiya şirkətinin təşkilatçılığı ilə elmi-praktiki konfrans keçirildi. Konfransı giriş sözü ilə Nutrisiya şirkətinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Vüqar Şərifov açdı. Nutrisiya şirkəti tərəfindən keçirilən bu tədbirdə uğurlar və nailiyyətlər arzu edirəm. Və inanıram ki, siz Azərbaycan gəncliyinin gələcəyinin keşiyində duraraq uşaqlarımıza dünyanın ən yaxşı qidası olan Nutribon uşaq qidalarını təmin edirsiniz, ehtiyac olduqda sözsüz ki. Və bu işdə sizə hamınıza uğurlar və şəxsi işlərinizdə nailiyyətlər və səadət arzulayıram. Azərbaycanın pediatriya sahəsində fəaliyyət göstərən həkimlərini bir araya gətirən bu konfransın mövzusu sağlam və xəstə körpələr üçün qida seçimi idi. Mövzu haqqında məruzə etmək üçün söz Moskva şəhərindən dəvət olunmuş Rusiya Tibb Akademiyasının Pediatriya kafedrasının müdiri, professor, tibb elmləri doktoru, ali dərəcəli həkim İrina Nikolayevna Zaxarovaya verildi. Məruzəçinin ətraflı çıxışını diqqətlə izləyən tədbir iştirakçıları onları maraqlandıran sualları Moskvalı qonağa ünvanladılar. İrina Zaxarova yerli pediatrlarımızın bütün suallarını cavablandırdı və pediatriya sahəsində çox böyük təcrübəyə malik olan bir mütəxəssis kimi dəyərli məsləhət və tövsiyələrini verdi. Nutrisiya şirkətinin artıq ənənəyə çevrilən elmi konfranslar keçirmək təşəbbüsü Respublikamızın pediatrlarının dünya miqyasında baş verən yeniliklər haqqında məlumatlandırılmasına, həkimlərin bu sahədə daha da maariflənməsinə gözəl şərait yaradır. Konfransdan əvvəl professor İrina Zaxarova öz təəssüratları ilə bölüşdü. Наша сегодняшняя конференция посвящена проблеме выбора. Bizim bugünkü konfransımız sağlam və xəstə uşaqlarda qida seçimi probleminə həsr olunub. Konfrans bütün dünyada maariflənmə işi aparan Nutrisiya şirkəti tərəfindən təşkil olunub. Bu şirkət həm sağlam, həm də xəstə uşaqlar üçün qida istehsal edən nəhəng bir şirkətdir. Sağlam və xəstə uşaqların qidasına maraq bütün dünyada var. Hal-hazırda xüsusi ərzaq məhsullarının köməyi ilə allergiyası, qəbizliyi, qusması olan uşaqlara yardım etmək olar. Bizim məqsədimiz nəinki Rusiyada, bütün dünyada mövcud olan bu problemlə bağlı həkimlərə ən yeni nailiyyətlər barədə məlumat verməkdir.
Onun 1 yaşı tamam oldu. Mənim balaca oğlum böyüyür. O hər şeyi öz dostları ilə bölüşür. Necə arxayın ola bilərəm ki, oğlum tam sağlam böyüyür? Nutrilon 3-ün tərkibindəki Immunofortis sizin körpənizi daxildən qoruyur. Nutrilon 3 müəyyən yaş dövrü üçün nəzərdə tutulmuş süddür. Onun tərkibində Immunofortis var. Immunofortis kliniki cəhətdən yoxlanılıb patentləşmiş qısa zəncirli fos və uzun zəncirli qoz qatqısından ibarətdir. Hörmətli tamaşaçılar, Sağlıq Olsunun laboratoriya rubrikasına keçid alırıq. Bugün də Modern Hospitalın Modern Laboratoriyasının qonağıyıq. Bugünkü mövzumuz autoimmun xəstəliklər və infeksiyaların aşkar edilməsi, bunların doğru nəticə əldə etməkdən ötürü son istifadə edilən texnologiyalar barəsində olacaq. Müsahibimiz laboratoriya müdiri Günel xanımdır. Doktorumuzun da qeyd etdiyi kimi autoimmun xəstəliklər və bir çox infeksiyalar son zamanlar qlobal bir problemə çevrilmişdir və xəstələrin diaqnozunun dəqiqləşdirilməsində, diaqnozun daha düzgün qoyulmasında çox vacib bir məsələdir. Və biz modern laboratoriyası olaraq bütün bu fikirləri nəzərə alaraq avtomat bir sistemlə təchiz olunmuş laboratoriyamızda bu müayinələrdə daha üstünlük veririk. Və bu müayinələri biz İtaliyanın istehsalı olan Chorus Trio analizatorunda aparırıq. Autoimmun xəstəliklərdən əlavə biz burada bir sıra infeksiyaların, məsələn, misal göstərərəm, Epstein Barr kimi infeksiyaları, revmatoloji testlərə aid bir sıra analizləri, bundan əlavə fosfolipid sindromunun bir çox göstəricilərini tam avtomatlaşdırılmış analizatorda həyata keçiririk. Deməli, digər analizatorlarımızda olduğu kimi bu analizatorda qapalı sistemlə çalışır və burada da immunoferment analizləri metodu ilə işləyir, İFAM metodu ilə işləyir və 1 saat yarım ərzində cavabları tam düzgün bir şəkildə verir. Burada da kalibrasiya sistemi, kontrol sistemi digər avadanlıqlarda olduğu kimi eyni qayda ilə işləyir. Yəni, istifadə müddəti keçmiş reagentləri istifadə edə bilmirik və istifadə etmirik və analizatorda istifadə müddəti keçmiş reagentlər haqqında informasiya verir və biz həmən analizatordan kənarlaşdırırıq və nümunələrimizi qoyaraq analizlərimizi 1 saat yarım ərzində düzgün və dəqiq şəkildə ala bilirik. Mən istərdim PCR laboratoriya nədir? PCR laboratoriyada hansı müayinələr aparılır? Bunların doğruluq dərəcəsi nə dərəcədədir? Bu barədə bizim laboratoriya müdiri Günel xanım sizə məlumat versin. Zəncirvari polimerləşmə reaksiyaları, qısaca olaraq PCR, laborator müayinə metodlarında yeni, yəni müayinə bir metodudur. Əsrin son illərində artıq müayinəyə başlanmışdır və PCR üsulunun əsas məqsədi ondan ibarətdir ki, orqanizmdə fəaliyyət göstərən, orqanizmdə inkişaf edən hər hansı bir infeksiyanın qısaca bir DNT fraqmentinin olması kifayətdir ki, həmin infeksiya haqqında bir məlumat toplaya bilək. Biz, deməli, laboratoriya olaraq, Modern Hospital laboratoriyası olaraq PCR hal-hazırda bizdə real zaman rejimində çalışır. Yəni, Amerikanın istehsalı olan Biarad şirkətinin CFX-96 analizatorunda biz qısa bir müddət ərzində PCR analizlərini apara bilirik. Bioloji materiallar bildiyimiz kimi digər bizim otağımızda DNT-nin alınması baş verir və alınmış DNT-dən isə reaksiyanın aparılması burada baş verir. PCR metodu ilə biz bir sıra bioloji materiallardan istənilən infeksiyanı aşkar edə bilirik. Bura ilk öncəki verilişimizdə də qeyd etdiyimiz kimi hepatitlərin bütün növlərindən tutmuş, digər başqa bir infeksiyalara kimi. Yəni, PCR-in qısa bir zaman ərzində qapalı bir sistemlə biz PCR analizi aparmaqla infeksiyaların hal-hazırki vəziyyəti haqqında xəstələrimizə məlumat verə bilirik. Hörmətli tamaşaçılar, növbədə gigiyena rubrikasıdır. Gigiyenasına üstünlük verən insanları ekran qarşısına dəvət edirik. Hər vaxtınız xeyir olsun istəyili tamaşaçılar. Biz Modern Hospital özəl xəstəxanasındayıq. Məlumdur ki, xəstəxanalar yalnız tibbi personalı və tibbi təchizatı ilə deyil, yəni həkimləri, tibb bacıları, oradakı olan müasir avadanlıqlarla deyil, həm də eyni zamanda şəraiti,
təmizliyi və gigiyenik qaydalara riayət etməsi ilə fərqlənir. Modern hospital buna ən bariz nümunədir. Təbii ki, gigiyenik normalara riayət etməyin də özünün yolları və vasitələri var. Bu vasitələrdən biri də Azərbaycanda çox məşhur brend olan Bello yuyucu vasitələridir. İstəyili tamaşaçılar, biz hal-hazırda Modern Hospitalın mətbəxindəyik və özünüz də bilirsiniz ki, mətbəxdə təmizliyin 100% şərti qabıyan mayələrdir. Mən sizə bugün Bello'nun portağal ətirli və alma ətirli qabıyan mayələrini təqdim edirəm. Həm Modern Hospitalın mətbəxində, həm də gündəlik şəraitdə mətbəxdə işləyən xanımlar və yaxud da yaşayış obyektlərində qab-qacaqla daha çox məşğul olan xanımlar özləri Bello'dan istifadə etsələr, qab-qacaqlarının necə də təmiz olduğunu görə bilərlər. Bello yuyucu vasitələrinin qabıyan mayələri sizin qablarınızın təmizliyinə 100% zəmanət verir. Bello, gigiyena və təmizliyə 100% zəmanət. Hörmətli tamaşaçılar, verilişimizin bu anında bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz Sağlıq olsun proqramına Modern Hospitalın sponsoru ilə baxırsınız. Modern Hospital, modern texnologiya tam təchiz olunmuş müasir bir klinikadır. Əgər siz sağlamlığınıza qısa müddət ərzində qovuşmaq istəyirsinizsə, Modern Hospitalın xidmətlərindən istifadə edin. Ümumi cərrahiyyə, endokrin cərrahiyyə, gastroendoskopiya, artroskopik cərrahiyyə, uroloji əməliyyatlar, qulaq, burun, boğaz cərrahiyyəsi, flebologiya, neyrocərrahiyyə, plastik, estetik və rekonstruktiv cərrahiyyə, reanimasiya və anesteziologiya xidməti. Təbabətin modern ünvanı Modern Hospital. Verilişin sponsoru Nutrilon 3 uşaq qidalarıdır. Avropanın bir nömrəli uşaq qidaları istehsalçısı olan Nutrisa şirkətinin sizə təqdim etdiyi Nutrilon 3 uşaq qidaları sizin körpənizin sağlamlığına 100% zəmanət verir. Əgər körpənizin 100% sağlam olmağını istəyirsinizsə, Nutrilon 3 uşaq qidalarından istifadə edin. Nutrilon 3, körpənizin aybaay sağlam inkişafı. Bax belə, hörmətli tamaşaçılar, Sağlıq olsunun bugünkü buraxılışı da bu cür sona çatdı. Sağlamlıq böyük varlıqdır. Biz bunu sizinlə bölüşürük. Sizinlə bölüşürük yalnız və yalnız Sağlıq olsun proqramının vasitəsilə. Bundan ötürü isə sizdən tələb olunan hər bazar günü saat 5-də Sağlıq olsun proqramını izləməkdir. Sağ olun, sağlıqlı qalın. İnşallah gələn həftə görüşənə.